Salam əziz və dəyərli şagirdlər. Bu günlərim sizdən possessive case, yəni yəlik hala aid bir sualın izahına baxacağıq. Deməli yoldaşlar, my granny is. Bu ümumiyyətlə səhvdir. Belə olmalıydı əslində. Granny apostrof s. Biri onun üçün çıxacaq. I am very tired. Artiklından tək isim işlənir. Tək işləndiyinə görə belə olmalıdır. Weeks. 2-də getdi. 1-lə 2-ni çıxacağımıza görə baxaq. My son happiness 3 düzdür. We can't at the chemist, at the bakeries və yaxud da at my uncle's və s. Bunlar hər zaman 100% düz olan yəlik hal nümunələrdir. 5-də də apostrof s-dən qod düşələndə həcin qısaldılmış olur, getdi. Altında götürəcək. 3, 4, 6, B variantı bizim düzgün variantımızdır. Sağ olun, salamat qalın.